Salam uşaqlar, gününüz xeyirli olsun. Bu günlərim gün 5 olaraq dərslərimizə başlayacağıq. İndi bu günlərimdə qısa verəcəm. Səhərdən, yəni 6-cı gündən YouTube-da dərslərimizə başlayacağıq. Orada uzun dərslər göstərəcəm. Yəni Instagramdakı kimi qısa olmur da. Şəxs əvəzləri falan, bunları əgər bilmirsinizsə, sabahdan YouTube dərslərimdə paylaşmağa başlayacağam. Orada məni izləyə bilərsiniz. Əgər maraqlanmazsınızsa direkt qeyd edin, mən sizə link ataram, abunə olarsınız. Deməli, bildim ki, my name is Hikmət, mənim adım Hikmətdir. Məsələn, I'm 25 years old, 25 yaşım var və s. Əgər istəsəniz, burada bir mətn də var. Bu formada qeyd eləmişəm. Yorumda yaza bilərsiniz ki, direkt atın, göndərərəm yazılı forması. Əvvəlində Azərbaycanca, yəni deyiliş forması var, İngiliscədən. Ondan silərsiniz, lap silib göndərərəm mən. Translate və s. kimi səs verən, tərcümə edən proqramlarda yazıb dinləyə bilərsiniz. Bu şəkildə daha yaxşı, daha effektiv yaddaşda qalır.